Yaxşı, sualımız belədir ki, hansı cümlədə sifət isimləşir? Gəlin baxaq, birinci cümlələrdə sifət tapmaq lazımdır. Yaxşılıq hər kəsi sevindirir. Burada yaxşını görün deyirsiniz, sifətdə sözün kökü yaxşılıq artırılıb isim düzəldir. Yaxşılıq, nə? Yaxşılıq, bu isimdir, getdi. İsti axırıncı il bizi əldən saldı, bu dursun. Yaman günün ömrü az olar. Nə edər? Az olar. Nə? Yaman günün ömrü. Və bunu sifət kimi də düşünəndə gün, hansı gün, yaman gün. Sən isimləşməyib, elə sifətdir. Oxuyanlar bizi həmişə sevindirirlər. Kim? Oxuyanlar. Burada oxumaq sözün kökü, an-ən fe'li sifət şəkilçisidir. Bu sifət yox, fe'li sifətdir. Bu da getdi. Bura mənim üçün yaxşıdır. Yaxşıdır. Hara? Bura. Deməli, burada bura əvəzlikdir. Bu da getdi. İndi gəlin baxaq. İsti axırıncı il bizi əldən saldı. İsti sözünə ayrılıqda baxırıq. İsti. İsti necə? İsti. Bu oldu nə? Sifət. Sifətin demək əsas xüsusiyyəti nədir? Əlamət keyfiyyət bildirmək, necə nəcür olan sualına cavab vermək, cümlədə əsasən təyin olmaq. İndi gəlin baxaq. Bizi nə etdi? Əldən saldı. Nə? İsti. Burada olub mübtədə və nə sualına cavab verir. Mübtədə olub da nə sualına cavab vermək ismin xarakteridir. İsmin xarakteri xüsusiyyətləri sifətin üzərinə köçürülürsə, deməli, həmin sifət nə edir? İsimləşir. Yəni, sifətin isimləşməyin metodu deməkdir ki, isimə aid əlamət, isimə aid bir qrammatik şəkilçilər, yəni cəm, hal, mənsubiyyət, xəbərlik. Bunlar köçürülür onun üstünə, tutaq ki, yazmışıq qoca, qoca. Burada qoca sözünə qocalar, qocanın, qocaya, qoca, qocadan, qocadır. Bunlar artırılanda həmin sifət isimləşir. Burada bir məsələ var, qocadır sözünü dediyim üçün. Deməli, burada fikir verin ki, dördüyü şəkilçisi, yəni xəbərli şəkilçisi ümumiyyətlə, sifətlərə ayrılıqda birbaşa artırılıbsa, həmin sifət hələ də əlamət bildirirsə, bu isimləşməyib. Yəni, bu nə deməkdir? Məsələn, deyirsən ki, mənim dostum igiddir. Görsən, necədir? İgiddir. Deməli, bu dördüyü şəkilçisi qəbul etsə də isimləşməyib, hələ də sifətdir. Amma desək ki, bizi qurtaran bu igiddir. Artıq oldu kimdir? İgiddir. Əlamət bildirməyin itirdi deyə, burada igiddir, isimləşdir. Deməli, bunun arasında yadda saxlamaq lazımdır ki, dördüyü şəkilçisi isimə birbaşa artırıldıqda, hələ də əlamət bildirirsə, isimləşməyib. Yox, əlamət bildirməyin itirdisə, artıq isimləşib. Bir də onu yadda saxlayın ki,